Qur'an-ı Kərimin ayələrinə əsasən, insan həyatı üç mərhələdən ibarətdir. Dünya həyatı, bərzəx həyatı, qiyamət həyatı. Bir qrup alim Qur'an-ı Kərimin bəzi ayələrini əsas götürərək, belə düşünürlər ki, bərzəx həyatı dünya həyatının ardından qiyamətədək davam edəsidir. Uyğun fikrə dəlil olaraq, neçə il yerdə dayandınız ayəsi göstərilir. Qiyamət günü bu sual birbaşa bərzəxdən qiyamətə atlayanlara ünvanlanacaq. Qur'an-ı Kərimin başqa bir ayəsinə əsasən, insan həyatı üç mərhələdən ibarətdir. Şərif ayəyə əsasən, Allah Taala insanı birinci dünya həyatında öldürdü, sonra onu bərzəx həyatına apardı və nəhayət, qiyamətdə onu həmnövləri ilə bir yerə topladı. İmam Rızadan nəql olunmuş bir rəvayətdə deyilir ki, bəşər həyatı üç mühüm günlə mərhələlərə ayrılır. İnsanın doğulub dünya həyatına addım atdığı gün, dünyadan getdiyi gün, məhşərdə dirildiyi gün. İmam Rızadan belə bir bölgünün dəlili olaraq, Həzrət Yəhya və Həzrət İsa haqqında nazil olmuş bir ayəni qeyd etmişdir. Allah Taala bu ayələrdə Həzrət Yəhyaya üç mərhələdə salam göndərir. Haqqın salamı olsun ona doğulduğu gündə, vəfat etdiyi gündə və əbədi həyat üçün dirçələcəyi gündə. Öz növbəsində Həzrət İsa da uyğun üç mərhələdə özünə salam göndərmişdir.